Bakı Astara 216-cı kilometr. Belə ağacların sayı sayısız hesabsızdır. Baxın bir dənə zəhmət olmasa. Bu ağ buna vurulub. Bu ağ buna vurulub aldatmaq üçün, aldanmaq üçün. Yəni ki, belə ağaclar yüzlərləndir. Fasad yaradıb. Maşın 4 nəfər sərnişin, 4-də xəsarət alıb, 4-də gedib xəstəxanaya. Qohumumuzdur. Yəni belə də olmaz da. Yəni buna bir çağrı, tədbir görülməlidir. Buna bir yol boyu belədir, tamam. Yol boyu, bəli, yüzlərlə ağac saya bilərik, yüzlərlə. Özümüz buna əl vursaq, özümüz bir tədbir görsək, cəriməsi ümumiyyətlə hədsiz dərəcədə. Biz bir şey elədik, özbaşınlıq sayılır. Amma belə də olmaz axı, buna bir sahib var. Bəli, kəsilməlidir. Bütün bu ağaclar kəsilməlidir, bütün bu ağaclara tədbir görülməlidir. Bunu belə ağartmaqla üstündən keçmək olmaz. Buna tədbir görülməlidir. Hadisə səhər saatlarında Köhnə Ələt Astara magistralında, Lənkəran rayonunun Parakənd kənd ərazisində baş verib. Astara rayonunun Təngərüd kənd sakini 59 yaşlı Dəmir Müzəffərovun idarə etdiyi VAZ 2107 markalı nəqliyyat vasitəsilə Lənkəran rayonu istiqamətində hərəkətdə olarkən, Parakənd kənd ərazisində yol kənarında çürümüş ağac aşaraq nəqliyyat vasitəsinin üstünə aşıb. Nəticədə avtomobildə sərnişin qismində olan sürücünün qızı və qızın qaynanası müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar. Yaralılara zəruri ilkin tibbi xidmətlər göstərilib və müalicələri müvafiq şöbədə davam etdirilir. Kənd sakinlərinin sözlərinə görə, sözü gedən yolda bir neçə belə ağaclar var və onların da aşma təhlükəsi hər an qalmaqdadır. Qeyd edək ki, nəqliyyat vasitəsinin üstünə aşan çürümüş ağac həm də digər nəqliyyat vasitələrinin hərəkətinə mane olur. Kardeş o günləri ekologiya gəldi, onlara dedi. Dedi ki, bu ağaclar pis gündədir, gəlin kəsin. Bizə verirsiniz, deyir, biz kəsək, gəlib iştiraf edirsiniz. Baba, onu da kəsmək lazımdır, görsən. Gəlsinlər, kəssinlər. Yazıq adam yaxşı oldu, ölmədi. Allah'ın olsun. Belə şey olar, demiş onların işçilərinə dedi, gəlin kəsin. Bunlar pis gündədir, gəlmədilər. Neçə nəfər idi maşında? 4 nəfər. 4 nəfər. Bəli. 3'ü xəsarət alıb, ha? 2'si xəsarət. 2'si xəsarət alıb. Yəni bu tip ağaclar bu yol boyunda var da. Var da, gəlsinlər də qardaş özləri görürlər, demişik onları, göstərmişik ki, kəsin, kəsmirlər. Biz neynəyək? Kimə şikayət edir? Kənd sakinlərinin köməyi ilə ağac yoldan götürülüb və hərəkət tam bərpa olunub. Onu da bildirək ki, qəzada xəsarət alan qaynana Lənkəran rayon mərkəzi xəstəxanasında həkim qəbuluna yazılmışdı. Onlar həkim qəbuluna gələrkən hadisə baş verib. Hadisə ilə bağlı araşdırma aparılır.